Lənkəranda torpaq qatı sürüşərək Ulum çayına tökülüb. APA'nın məlumatına görə torpaq sürüşməsi rayonun Səparadi kəndi ərazisində qeydə alınıb. Təqribən 200 metr uzunluqda 7 metr hündürlükdən torpaq qatı sürüşərək Ulum çaya tökülüb. Kənd sakinlərinin verdiyi məlumata görə sürüşmə uzun müddətli davam edir. Bildirilib ki, son yağışlardan sonra sürüşmə daha da aktivləşib. Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mühəndis hidrotexniki Ayıq Əliyev bildirib ki, müraciət əsasında Səparadi kəndi ərazisində selin fəsadlar törətdiyi yerə baxış keçirilib. Məlum olub ki, sürüşmə halı təqribən 200 metr uzunluqda qeydə alınıb. Bununla əlaqədar idarənin texnikalarının köməyi ilə yerli materialdan müvəqqəti də olsa, xəta böyüməsindəyə torpaqdan bənd vurma işləri aparılacaq. Daha sonra aidiyyatı qurumlara müraciət ediləcək. Qeyd edək ki, Ulum çayının sağ və sol hissəsinə 500 metrə kimi bənd vurulub.